Orxan bəy, bəzən biz işimizi doğru şəkildə icra etsək də, pasiyentdə hər hansısa bir narazıçılıq formalaşır. Pasiyent şikayəti zamanı biz həkimlər nə edə bilərik? Çox sağ olun Ləman xanım, sualınıza görə. Təbii ki, pasiyentlər tərəfindən müxtəlif məzmunlu şikayətlər ola bilər. Bunun qarşısını almaq üçün mən hesab edirəm ki, birinci növbədə tibb işçisi, həkim daimi yüksək keyfiyyətli hüquqi yardım almalıdır və tibbi müdaxilədən, müayinə və müalicədən əvvəl xəstəyə, yəni pasiyentə təqdim olunan sənədlər yüksək səviyyədə tərtib olunmalıdır. Yüksək səviyyədə tərtib olunmuş sənədləşmə və bu sənədlərlə, müqavilələrlə hər iki tərəf, pasiyent və həkim tanış olur. Orada pasiyentin və həkimin hüquqları, vəzifələri aydın şəkildə izah olunur. Hüquq və vəzifəsini bilən pasiyent hesab edir ki, gələcəkdə şikayət etməyəcək və bununla da biz bu şikayətləri minimuma endirmiş oluruq. Şikayətlərdən danışdıq. Şikayətlərin də böyük bir qismi bildiyimiz kimi sosial şəbəkələrdən gəlir və əgər bu şikayətlər bizim işgüzar nüfuzumuza xələl gətirən şikayətlərdirsə, bu halda biz nə edə bilərik? Çox aktual bir məsələyə toxundunuz Ləman xanım. Bildirim ki, əgər qeyd etdiyiniz kimi bu şikayət sosial şəbəkədə yayılırsa və həkimin, tibb işçisinin işgüzar fəaliyyətinə xələl gətirirsə, biz onunla bağlı mülki qaydada məhkəməyə müraciət edə bilərik. Məlumat əsassızdırsa, təqzib tələb edə bilərik, hətta o iddia ilə bağlı maddi və mənəvi zərər də tələb edilməsi mümkündür. Ola bilər ki, bu məlumatlar hətta təhqirə, böhtana belə keçsin. Təbii ki, şəxsin əməlində bu məlumatda təhqir, böhtan əlamətləri olduqda biz şəxsin barəsində cinayət işinin başlanmasına da nail ola bilərik. Bəzən tibbi müdaxilələrin nəticəsi ağırlaşmalarla davam edə bilir. Belə halda pasiyent narazı olur və mənim üçün maraqlıdır ki, hər tibbi ağırlaşma məsuliyyətə səbəb olurmu? Xeyr, Ləman xanım, hər ağırlaşma məsuliyyətə səbəb ola bilməz. Çünki ağırlaşma zamanı müəyyən araşdırma gedir, tədqiqat aparılır. Ağırlaşma ilə həkim səhvi arasında bir səbəbli əlaqə olduğu halda, yəni bu ağırlaşma həkimin səhv tibbi müdaxiləsi, müayinəsi, müalicəsi nəticəsində baş verirsə, yalnız o halda həkim hər hansısa mülki yaxud cinayət məsuliyyəti daşıya bilər. Yaz advokat şirkəti. Mən eşidəndə çox sevindim ki, bizim ölkədə də artıq belə bir şirkət qurulubdur və sizin sıralara qoşuldum, sizin xidmətlərdən istifadə etmək üçün. İstərdim ki, siz danışasınız, həkimlərə bu şirkət nə vəd edir? Çox sağ olun Ləman xanım, bizə də sizinlə əməkdaşlıq etmək çox xoşdur. Məlumat üçün bildirim ki, Heyas Advokat Azərbaycanda ilk dəfə olaraq tibb işçilərinə ixtisaslaşmış hüquqi yardım göstərir və bizim əsas məqsədimiz konstitusiyamızda da qeyd olunduğu formada yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsinə ibarətdir. Əməkdaşlıq etdiyimiz tibb işçilərinə biz il ərzində daimi olaraq hüquqi yardım göstəririk və həkimi müəyyən hüquqi risklərdən qoruyuruq. Bununla da həkim yalnız öz tibbi profilaktiki fəaliyyəti ilə məşğul olur, müəyyən hüquqi problemlər və sair məsələlərdən tam azad olunmuş sayılır. Stressini azaldırsınız bir növ. Bəli, təbii.